Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Hədəfin növbəti buraxılışını izləyirsiniz. Bu dəfəki müzakirə predmetimiz isə Azərbaycan və Çin arasında olan münasibətlərin digər aspektləri olacaq. Burada investisiya, yatırımlar, paralelində siyasi əlaqələrin biraz da genişləndirilməsi, həmçinin logistika fəaliyyətidir. Bu fəaliyyətdə hansı ölkələr də qoşulacaq? Bu məsələ müzakirə predmetimiz olacaq. Həmçinin rəqabət qabiliyyətli məsələsində orta dəhlizin mövqeyi hansı yerdədir? Buna paralel olaraq Çin bazarının alternativləri hansılardır ki, bu mövzuda Çin üçün rəqabət mühiti yaradırlar? Bunun sağlam və qeyri-sağlam tərəfi Birləşmiş Ştatlar və Çin münasibətləri arasında Azərbaycanın iqtisadi mövqeyi, həmçinin də siyasi motivasiyalar burada nələrdən ibarətdir? Bütün bu məsələlərə toxunacaq detallı şəkildə. Həmçinin dünən çoxsaylı sənədlər imzalandı. Həmin o sənədlərin gücümüz çatan qədər üzərindən bir-bir keçəcək ki, baxa görə bu sənədlər nələri əhatə eləyir və Azərbaycan üçün, region üçün hansı imkanlar yaradır. Təbii ki, studiyamızın qonaqları da məsələlərin müzakirəsini aparacaq. Bizimlə birlikdə siyasi şərhçi Anar Əliyevdir. Anar müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Gəldiyiniz üçün. Politoloq İlyas Hüseynov bizimlə birlikdədir. İlyas müəllim, məsələnin siyasi tərəfləri təbii ki, maraqlı məsələdir. Maraqlıdır. Vətəndaşlar üçün də maraq doğuran aspektlər var burada. Odur ki, müzakirəmizi bu istiqamətdə də aparacaq. O ki, qaldı mövzunun iqtisadi tərəflərdən Kənan Quluzadə ilə mövzunun iqtisadi tərəflərini gözdən keçirəcəyik. Çünki Azərbaycan-Çin əlaqələrinə toxunduqda əsas lokomotiv iqtisadi motivasiyadır. Və politoloq Nağı Əhmədov, təbii ki, siyasi mövzular iqtisadiyyatla paralelində getdiyi üçün təşəkkür edirik gəldiyiniz üçün. Və bir daha nəzərinizə çatdıraq, təxminən bəzi istiqamətlərə görə 20, bəzi məlumatlara görə 20-dən çox sənədin imzalanmasına bağlı məlumatlar var. Həmçinin bəyanat da var ortada. Bəyanat 18 maddədən ibarət idi, səhv etmirəmsə. Və elə təklif edərdim bəyanatdan başlayaq, daha sonra isə digər istiqamətlərə keçək. Amma bəyanata keçməzdən əvvəl investisiya mühiti ilə bağlı cənab prezidentin açıqlaması olmuşdu bundan əvvəl. Həmin o bəyanatda iqtisadi istiqamətlər də özünü göstərdiyi üçün gəlin müsahibəni izləyək, daha sonra qaydırıq studiyaya və başlayırıq müzakirəyə. Biz investorlar üçün yaxşı investisiya mühiti yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Və bu fikirləri cənab prezident yanvar ayında Çin televiziyasının müsahibəsində bildirmişdi və uzun illərə söykənən Çinlə bağlı bizim bir strategiyamız var və həmin o strategiya tam şəffaf və adekvatdır. Yəni Çinlə əlaqələrimizi qurmaq istəyirik, qarşılıqlı maraqları əhatə etmək şərti ilə. Burada Anar müəllim, həm strateji fəaliyyətlə bağlı məsələ var, həmçinin bəyanat var ortada və bu iki aspektdən çıxış etdikdə həmin o bəyanatın müddəalarını da gözdən keçirsək çox yaxşı olar. Təbii ki, siz onun detallarıyla bilirsiniz o bəyanatı. Necə fikirləşirsiniz? Hazırki Azərbaycan-Çin münasibətlərdən əvvəlki arasında hansısa fərqlər varmı? Təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, cənab prezidentin yanvar ayında Davosda Çin televiziyasına verdiyi müsahibədir. O müsahibə zamanında bir çox istiqamətlərə toxunmuşduq. Xüsusilə də enerji sahəsində qarşılıqlı faydalılığa əsaslanan əməkdaşlıq məsələləri çox geniş yer tutmuşdu. Bir neçə gün öncə, səfər öncəsi cənab prezidentin yenə də Çin İnformasiya Agentliyinə müsahibəsində və eyni zamanda Çində keçirilən görüşlərdə də bu istiqamətə çox geniş diqqət ayrıldı, çox geniş yer ayrıldı. Elə təsadüfi deyil ki, ötən il Astanada imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannaməni daha geniş istiqamətlərin özündə əks etdirməklə həm də öhdəliklər xarakteri daşıyan çox mühüm bir sənəd imzalandı. Azərbaycan və Çin arasında cənab prezident İlham Əliyev və Çin sədrinin imzası ilə 18 bənddən ibarət, sizin də qeyd etdiyiniz kimi 18 bənddən ibarət. Demək olar ki, Çin və Azərbaycan arasında strateji əhəmiyyətli, mühüm əhəmiyyətli elə bir sahə yoxdur ki, o istiqamətlərdə əməkdaşlığı, perspektiv, strateji perspektiv yanaşmaları, baxışları əks elətdirməsin
Azərbaycan dövlətinin və Çin dövlətinin bu istiqamətlərdəki birgə fəaliyyətini koordinasiya etməsi. Bu mənada mən hesab edirəm ki, bir sıra istiqamətləri xüsusilə qeyd etmək lazımdır. Təbii ki, Azərbaycanla Çin arasında kifayət qədər yüksək səviyyəli siyasi münasibətlər, diplomatik münasibətlər mövcuddur. Dövlət başçıları arasında kifayət qədər yüksək dostluq münasibətləri mövcuddur. Amma təbii ki, bu siyasi münasibətlər o zaman güclü olur ki, diplomatik əlaqələr o zaman güclü olur ki, onun arxasında böyük iqtisadi əlaqələr dayanır, iqtisadi maraqlar dayanır. Xüsusilə də müasir dövrümüz üçün ən əhəmiyyətli istiqamətlərdən birinə çevrilən investisiya siyasəti dayanır. Hörmətli iqtisadçımız buradadır. Yəqin ki, o iqtisadi məsələlər, investisiya məsələləri haqqında daha geniş danışacaqdır. Amma mən hesab edirəm ki, bu siyasi münasibətləri, hazırki gərgin münasibətlər dünya səviyyəsində, geopolitik səviyyədə gərgin münasibətlər fonunda Çinlə Azərbaycan arasındakı siyasi münasibətlərin daha bir üst mərhələyə daşınması üçün həm də digər istiqamətləri, xüsusilə də iqtisadi əlaqələri daha yeni bir mərhələyə daşımaq, yeni bir mərhələyə keçirmək lazımdır. Bu mənada hesab edirəm ki, Azərbaycanla Çin arasında imzalanmış çoxlu sayda sənədlər, sizin də qeyd etdiyiniz kimi, çoxlu sayda sənədlər bax bu əlaqələri özündə ehtiva edir. Mən bura gəlməmiş Çinli bir həmkarımızla çox maraqlı bir müzakirə apardım. Səfər haqqında Çindən bir baxışı öyrənmək istədim, onların mövqeyini öyrənmək istədim və çox maraqlı bir yanaşmalar, bir neçə istiqamətlər üzrə indi danışacağıq o haqda da, amma çox maraqlı bir mövqe ortaya qoydu. Dedi ki, Azərbaycan müstəqillik əldə etdikdən və Çinlə diplomatik münasibətlər qurulduğu dövrdən indiyə qədər demək olar ki, yalnız eyni istiqamət, vahid xətt üzrə siyasət yeridir. Bu onu göstərir ki, Azərbaycan dövlətinin siyasəti, qonşularla, ümumiyyətlə regional siyasətində, beynəlxalq siyasətində situativ yanaşma mövcud deyil. Əsasən praqmatik, ardıcıl, davamlı və bəli, praqmatik siyasətdir, reallıqlara əsaslanan siyasətdir. Burada təbii ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqları, eyni zamanda əməkdaşlıq etdiyi, münasibətlər qurduğu dövlətlərin də daxili işlərinə qarışmamaq prinsipini davamlı olaraq öz siyasətində prioritet olaraq götürür. Və bu yanaşmanı, bax, Çinli ekspert mənim bizimlə müzakirəmizdə səsləndirdi. Mən hesab edirəm ki, Azərbaycan dövlətinin Çin üçün əhəmiyyətli məsələlərindən biri də bir çox məsələlər, indi onlar danışılacaqdır. Coğrafi mövqeyi, orta dəhliz məsələsində, Çin məhsullarının dünya bazarlarına, xüsusən də rentabelli Avropa bazarlarına çıxarılmasında Azərbaycanın o coğrafi mövqeyi, Azərbaycanın yerləşdiyi üstünlüklər, Azərbaycanın təqdim etdiyi infrastruktur imkanları, bunların hamısını danışacağıq. Amma təbii ki, bunların hamısının önündə, üstündə dayanan siyasi proseslərlə bağlı yanaşmada, bax, bu mövqe ortada dayanır ki, Azərbaycan heç bir halda tərəfdaşlarının daxili işlərinə müdaxilə etmir. Azərbaycan heç bir halda dövlət münasibətlərini aşağı səviyyədə dövlətlərin daxili işlərinə müdaxilə etməklə təmin etməyə çalışmır. Bizim üçün vahid siyasət, vahid Çin siyasətidir. Bizim siyasətimizin, xarici siyasətimizin, Çinə münasibətimizin prioritet istiqaməti bunu təşkil edir və bunu Azərbaycan Prezidenti Cənab İlham Əliyev də bəyannamə imzalanarkən elə bəyannamənin bəndlərindən biri də bu idi ki, biz vahid Çini qəbul edirik. Vahid Çin hökumətini də Çin dövləti, Çin xalqı adından təmsil edə biləcək, çıxış edə biləcək yeganə hökumət kimi qəbul edirik. Tayvanı istənilən formada müstəqillik proseslərini, Tayvanda keçirilən seçkiləri qəbul etmirik. Bizim bu yanaşmamızdır. Məhz bu ardıcıl, bu düzgün, bu praqmatik yanaşmanın nəticəsidir ki, yəni situativ yanaşmalar ortaya qoymuruq biz heç bir halda. Bu yanaşmaların nəticəsidir ki, Çin də hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyibdir, Azərbaycanın ortaya qoyduğu layihələri dəstəkləyibdir. İndi də həmçinin Ermənistanla sülh təşəbbüsümüzü imzalanan hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamədə də açıq şəkildə Çin lideri öz imzası ilə Azərbaycanın təqdim etdiyi sülh təklifini dəstəklədiyini, ona dəstək verdiyini ifadə etdi. Eynən, sözünüzə qüvvət, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələdə Çinin maraqlı olduğu da bildirildi. Onları o logistika məsələləri, bunlar yəqin ki, danışacağıq. Bəli, bu da elə buraxdığımızdan əsas müzakirə predmetlərdən biri olacaq. Təşəkkür edirik detallı şəkildə məlumat verdiyiniz üçün. Yeri gəlmişkən birgə bəyanat da səsləndirildi ardınca və tərəflərin sənaye sahəsində əməkdaşlığını daim genişləndirməyə, sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə, həmçinin çox saylı sahələr var, bunu elə üzərindən tez keçək. Neft kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma, avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrinin
aralarında əməkdaşlığın təşkil olunması məsələsi var. Çinin maşınqayırma sənayesi artıq dünyanın müxtəlif yerlərində rəqabət qabiliyyətliyi baxımından daha üst səviyyələrə çıxmağa doğru gedir. Düzdür, əvvəlki imiclə bağlı problemlər, nüanslar yaradır, amma yenə də. Yəni Çinin bir çox sahədə göstərdiyi fəaliyyəti artıq bir növ yayılır yer kürəsi üzrə və təcrübə göstərir ki, Birləşmiş Ştatlar və Çin arasında biz belə deyək də bir-birlərinə rəqabətdədirlər, amma bizim üçün hər biri ayrı-ayrılıqda bir bazardır. Yəni məhsul alış-veriş üçün, digər məsələlər üçün indi biri çox, biri az. Çinlə əməkdaşlıq edənlərin sayı ticari baxımdan günü-gündən artır. Bəs niyə də yox? Biz niyə əməkdaşlıq etməyək? Bu da maraqlı bir məsələdir. Mövzunun rəqabət qabiliyyətli məsələsi İlyas müəllim bizim üçün maraqlı nüansdır. O baxımdan ki, Çin ola bilsin ki, bəlkə Qərbin planı idi bu. Rusiya ərazisindən məhsulların daşınması mövzusunda Rusiyanın sərhədlərin bağlanması kimi problematik nüans yarandı Rusiya üçün. Cənub istiqamətində bəzi məsələlər var idi. İranla bağlı nüanslar var, digər məsələlər. Həmçinin Hindistana ara-sıra bəzi ekspertlər deyirlər ki, Çinin məhsullarının Avropa daşınması heç bir formada sərflənmir. Ona görə də İsraillə birlikdə yaxud da Birləşmiş Ştatların kurasiyası ilə alternativ yolun Avropaya yönləndirilməsi məsələsi var. Və bu qədər qarışıq bir situasiyada Çin məhsulları üçün deyil, bu Hindistan məhsulları üçün. Eynən Hindistan. Yəni Çin qalsın qıraqda, qoy Hindistan məhsulları. Bu da Çinin bir növ belə deyək də mühasirəyə dırnaq içərisində iqtisadi baxımdan alınmasının. Bəli. Amma orta dəhliz ən perspektivli variant kimi qalıb və çox güman ki, qalacaq da. Orta dəhlizin rəqabət qabiliyyətliyini artıran məsələ nədir sizin fikrinizcə? Və ortada iki iri aktor var, Birləşmiş Ştatlar və Çin. Bunların arasında balanslı fəaliyyətin aparılması nə qədər vacib ola bilər? Minnətdaram sualınıza görə. Çox mühüm bir mövzudur. Azərbaycan-Çin münasibətləri və dövlət başçımızın dövlət səfəri bir sıra mühüm hadisələrlə yadda qaldı və ən önəmli məsələ dövlətlərarası sənədlərin imzalanmasıdır. Çünki bundan bir il öncə münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsində biz qaldırmışdıq və bu bəyanat, eləcə də imzalanan digər sənədlər hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini formalaşdırır. Yəni burada təkcə təhlükəsizlik, siyasi, iqtisadi deyil, bütün sahələr bu münasibətlərə cəlb olunub, kosmik fəzada müştərək fəaliyyətdən, əməkdaşlıqdan tutmuş investisiyalara, sənayeyə, elm, texnologiya, süni intellekt və bu dövrün çağırışlarına cavab verən münasibətlər sistemi formalaşacaq. Və belə demək mümkündürsə, artıq münasibətlərin normativ hüquqi bazası mövcuddur. Bu möhkəmlənib. İndi isə qarşıdakı dövrdə biz onun implementasiyasını izləyəcəyik. Hansı formada bu həyata keçiriləcək? Hansı statistik göstəricilərlə yadda qalacaq? Ticarət dövriyyəsi hansı formada inkişaf eləyəcək? Bu, qarşıdakı dövrün məsələlərini əhatə eləyir və hazırda Çin Azərbaycan ticarət tərəfdaşlığında 4-cü pillədədir. Bu, mühüm göstərici sayıla bilər. İndi ola bilsin ki, bu sənədlərin və dövlət səfəri nəticələri olaraq bu rəqəmlərdə bir qədər artımı və Çinin Azərbaycanla tərəfdaşlığında daha üst pillələrə qalxması prosesində izləyə bilər. Çünki əhatəli sənədlər bunu deməyə əsas verir. Əgər bu sənədlər üzərində praktiki iş həyata keçiriləcəksə. O ki, qaldı orta dəhlizə. Orta dəhlizin həyata keçirilməsi ilə bağlı Azərbaycan uzun illərdir ki, fəaliyyət göstərir. Yəni, sanki biz öz addımlarımızla, inşa etdiyimiz layihələrlə, onların istifadəyə verilməsi ilə hazırki Çin-Azərbaycan münasibətlərini və qlobal mənada Şərq-Qərb arasında bağlantıları özümüz formalaşdırırdıq. Yəni, bu prosesi heç kimin diktəsi ilə yox, müstəqil xarici siyasət yürüdərək xalqın rifahına əsaslanan geopolitik addımlarla biz bunu icra etmişik. Məsələn, uzaq görənlik, pragmatik siyasətin elə əsas göstəriciləri də bunlardır. Məsələn, Ələt beynəlxalq dəniz ticarəti limanı, azad iqtisadi zonanın inşa olunması, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, şimal-cənub nəqliyyat dəhlizi və eləcə də hazırda inşası davam edən Horadiz, Ağbənd, hansı ki Zəngəzur dəhlizi kimi biz bunu adlandırırıq, avtomobil və dəmir yolu. Ona alternativ olan Araz dəhlizi, hansı ki Araz çayı üzərindən körpülər inşa olunur. Yəni burada bir qlobal mənada da nəqliyyat arteriyaları uğrunda bir savaş gedir. Biz bunu istəsək də istəməsək də bu proses davam edir. Hətta bu əsrlər boyunca belə olub. İndi isə yeni dünya nizamında dəhlizlərin əhəmiyyəti daha da artıb. Məsələn, G7-nin sammitində xatırlayırsınızsa, Biden administrasiyası dövründə Səudiyyə Ərəbistanı, İsrail,
Avropa İttifaqı, ABŞ arasında bir dəhliz, hətta onu əsrin müqaviləsi adlandırdılar. Biden da bunu çox yüksək təmtəraqla qeyd elədi. Amma orta dəhlizin hazırda aktuallığı daha da artıb. Çünki Rusiya-Ukrayna müharibəsinin yaratdığı reallıqlar, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, cənub qonşumuz İrana qarşı uzun illərdir tətbiq olunan sanksiyalar bu marşrutu aktuallaşdırır. Biz Mərkəzi Asiyada baxsaq, orada da bir mübarizə vardır. Baxmayaraq ki, Türk dili bizim qardaş dövlətlərdir. Orada Tacikistan, Çin, Əfqanistan hansı ki, mühüm geostrateji əhəmiyyətə malikdir. Bir budaq sanki Qazaxıstan istiqamətindən hərəkətə keçir, digər Əfqanistan üzərindən, biri isə cənub yolundan. Amma bunların hamısının ümumi qovşağı Cənubi Qafqaz və Azərbaycandır, Xəzər üzərindən. Çünki İran ilə bağlı məsələ aydındır və Çin üçün daha sabit və təhlükəsiz nəqliyyat bağlantılarının formalaşdırılmasıdır. O cümlədən də bax, biz burada artıq geopolitik məsələləri görürük. Çin üçün təhlükəsizliyin təminatı, öz yüklərinin daşınmasında sabitliyin olması çox önəmlidir. Yəni, əgər bu coğrafiyada davamlı üzücü müharibələr olacaqsa, bu rentabelli olmayacaq. Biz qlobal mənada iqtisadi zərərlərlə üzləşəcəyik. Yəni, yeni geosiyasi reallıqlardan Azərbaycan da təklif etdiyi kimi bütün dövlətlər yararlana bilər və burada müştərək işbirliyi, tərəfdaşlıq və iqtisadi fayda formalaşa bilər. Ona görə də biz bəyanata baxanda sanki Azərbaycanın narrativləri üzərində orada bəzi ştrixlər var idi. Məsələn, tutaq ki, orada qeyd olunur ki, Azərbaycanın təklif etdiyi sülh gündəliyini Çin qəbul edir. Bu, Azərbaycan-Ermənistan münasibətlərinə aiddir. Üstəörtülü bunu belə oxumaq olar. Və Cənubi Qafqazda geosiyasi oyunlarla bağlı mövqeyini orada ifadə edir. Geosiyasi oyunlar deyəndə biz nə nəzərdə tuturuq? Ermənistanın silahlanması, ayrı-ayrı güc mərkəzlərinin Ermənistanda revanş dalğasını qaldırması və müharibəyə tətikləmə kimi bu prosesləri izləyirik. Çin bunu qəbul etmir və bunu rəsmi dövlət sənədinə daxil edir. Ümumiyyətlə, bu imzalanan sənədlərin hesab edirəm çox yüksək siyasi çəkisi vardır və eyni zamanda orta dəhlizin də istifadəyə verilməsi ilə bu mal və tədarük zəncirində Azərbaycanın qlobal əhəmiyyəti artır. Çünki orada belə bir fikir də var ki, Çin-Avropa-Çin, yəni bu nəqliyyat axını bir tərəfli qaydada olmayacaq. Yəni iki tərəfli biz tranzit gəlirlər əldə edə bilərik. Ona görə də ölkəmizin geopolitik aktor kimi də beynəlxalq nüfuzu artır. Eynən, sözünüzə qüvvət, orta dəhlizlə bağlı bundan əvvəl Cənab Prezident bir sıra maraqlı məsələlərə toxunmuşdu. Elə yeri gəlmişkən bu açıqlamanı da izləyə birlikdə, daha sonra davam edəcəyik. Azərbaycanın orta dəhlizlə bağlı mövqeyi sadəcə tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi biz strateji tərəfdaşıq, lakin eyni zamanda orta dəhlizin, Azərbaycan segmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək. Bəli, mən görürəm, sizin həmişə yeni məqsədləriniz var. Bəli, elədir ki, var. Çünki bizim hədəfimiz ticarət limanında 15 milyon ton yük aşırma qabiliyyətinə malik olmaq idi və bu da 10 illiklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk. Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq.
Və bu müsahibədən də alırıq ki, doğrusu Azərbaycanın Çinə münasibətdə olan iqtisadi baxışları qarşılıqlı maraqlara köklənir. Yeri gəlmiş hörmətli tamaşaçılar, sizin nəzərinizə bir məlumat da çatdıraq. Bugün üzrə əlimizdə olan informasiyalardan biri budur ki, Prezident İlham Əliyev Pekində China Energy Engineering Corporation Limited şirkətinin sədri ilə görüşüb. Bundan əvvəl Çin telekanalının müsahibəsi ilə bağlı sizə məlumat vermişdik. Müsahibənin detalları ortaya çıxdıqca təbii ki, biz də sizə məmnuniyyətlə bu informasiyaları ötürəcəyik. O ki, qaldı məsələnin sırf rəqəmlərə baxaraq iqtisadi nüanslarını gözdən keçirməyə. Burada Azərbaycan Çin arasında xarici birbaşa investisiyalara baxmaq yerinə düşər. Ümumiyyətlə, xarici birbaşa investisiyalar üzrə dövriyyənin son məlumatlarda qeyd olunan məsələ bundan ibarət 85,9% artdığına dair informasiya var. Həmçinin Çin investorlar tərəfindən Azərbaycana yönləndirilən birbaşa xarici investisiyanın həcmi də əvvəlki ilə nisbətdə 92,8% artıb deyə məlumatda bildirilir. Yəni, az bir göstərici deyil bu artım faizi, düzdür. Əgər 2 milyard isə 4 milyar olursa, bu 100% artım anlamına gəlir. Təbii ki, burada rəqəmlər böyük əhəmiyyətə malikdir, amma istənilən halda artım, necələr artımdır. Azərbaycan və Çinin iqtisadi baxımdan ticarət dövriyyəsini artırmaq üçün necə fikirləşirsiniz? Kənan müəllim, hansı addımların atılmasına ehtiyac var? Həmçinin də bizim ortaq edə biləcəyimiz layihələr qarşılıqlı investisiya axını məsələsində nələr ola bilər? Yəni, perspektiv sizin üçün necə görünür? Çox maraqlı mövzudur və Cənab Prezidentin gözlənilən bu Pekin səfəri və Çinlə əlaqəli iş adamlarının bu səfəri xüsusi gözlənməsi və qarşılıqlı vizaların ləğvi bu Azərbaycan vətəndaşları üçün və xüsusilə də Çinlə əlaqəsi olan Azərbaycan vətəndaşları üçün çox böyük hədiyyə oldu. Mən elə düşünürəm ki, Azərbaycan Çin üçün nə üçün vacibdir? Yəni, bunun bizim həmkarlarımız, dəyərli politoloqlarımız izah etdilər. Mən elə düşünürəm ki, məsələnin iqtisadi tərəfini çox detallı şəkildə analiz etsək, Çin ən böyük ticarət tərəfdaşı ABŞ ilə ötən il yekunlarına əsasən 439 milyard ABŞ dolları dəyərində deməli müxtəlif təyinatlı məhsullar ixrac etdiyi ABŞ ilə hal-hazırda cənab Donald Trump'ın tətbiq etdiyi yeni idxal rüsumları üzərindən müvafiq ticarət dövriyyəsində çətinliklər yaşayır. Və Çin regionda, qlobal iqtisadiyyatda bu bazara alternativ bazarlar axtarışındadır. Və Çinin Avropa Birliyi ölkələri ilə ötən ilin deməli yekunlarına əsasən təqribən 530 milyard ABŞ dolları dəyərindən yuxarı bir təkcə ixracı var. Və bu ixracın kökündə bir logistika dayanır. Eyni zamanda məsələnin paralel olaraq siyasi tərəfində Çin hal-hazırda bir vaxtlar bizim də əziyyət çəkdiyimiz separatizmlə əziyyət çəkir. Və Çin bu məsələni uzun illərdir ki, hansısa bir danışıqlar yolu ilə həll eləməyə çalışır. Niyə? Çünki Çin xarici ixracının təqribən 60%-i Hind-Çin yarımadası yaxınlığında yerləşən Malak boğazı üzərindən həyata keçirilir. Və gələcəkdə gözlənilən Tayvana əgər hərbi müdaxilə qarşılığında Çinə qarşı tətbiq olunacaq müvafiq sanksiyalar var. Nəzərə çatdırmaq istəyirəm ki, Çin yüklərinin ixracının 60%-nin keçdiyi Malak boğazı hal-hazırda Hindistan və Sinqapur hökumətlərinin nəzarətindədir. Ona görə də illər öncə Çin dövlət başçısı, Çin deməli cənab Xi Jinping bir kəmər, bir yol deməli təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsün tərkib hissəsi olaraq Çindən Avropaya tarixi İpək yolunun bərpası və bu yol üzərində yerləşən ölkələrdə Çin investisiyasının həcminin artırılması nəzərdə tutuldu. Bununla yanaşı bu təşəbbüs əsasında bir sıra ölkələrdə, xüsusilə də ən böyük sənaye parkı olaraq Minsk yaxınlığında Çin-Belarus sənaye parkını göstərə bilərəm. Müxtəlif təyinatlı məhsulların artıq Avropaya daha yaxın istiqamətində istehsalına başlanıldı. Və paralel olaraq orta dəhlizin inkişafına start verildi. Orta dəhliz istiqamətində yerləşən ölkələrdə logistika infrastrukturunun inkişafı üzrə müxtəlif layihələrin inkişafı başlanıldı. Hal-hazırda deməli Çinin regionda icra etdiyi Belarus layihəsindən başqa Qazaxstanda Alatau sənaye və logistika multimodal super hub'ını icra etməyə başlayır.
Bu adını çəkdiyim layihələr Çinin orta koridor üzərində icra etdiyi və özündə əslində iqtisadi mahiyyət daşıyan, lakin siyasi dayaqlara əsaslanan layihələrdir. Orta koridor deyərkən yalnız Transxəzər logistika marşrutu nəzərdə tutulmur. Orta koridor əsasən 3 hissədən ibarətdir. Bir vaxtlar Çin hökumətinin investisiyası əsasında icra edilmiş Çindən Pakistanın Qwadar portuna qədər uzanan bir dəmir yolu xətti var. Deməli, Rusiya-Ukrayna hərbi əməliyyatlarından qabaq aktiv fazada olan İvo-Madrid dəmir yolu xətti var Rusiya üzərindən keçən. Və hal-hazırda daha aktual olan, həm maya dəhəri cəhətdən, həm vaxt cəhətdən daha aktual olan, daha cəlbedici olan Transxəzər logistika marşrutu var. Rəqəmlərə nəzər yetirsək, təkcə ötən ilin yekunlarına əsasən Qazaxıstan-Çin sərhədində yerləşən Xarqoz sərhəd keçid məntəqəsi var. Xarqoz yük terminalında ötən ilin yekunlarına əsasən təqribən 42 milyon ton yük dövriyyəsi olmuşdur. Bu, bir il əvvəlki göstəricidən təqribən 82% artıqdır. Bu artıq orta koridorun və bu istiqamətdə yerləşən ölkələrin Çin üçün iqtisadi cəhətdən nə qədər aktuallıq qazandığını bir daha təsdiqləyir. Marşrutun davam hissəsi olaraq mən Bakı dəniz limanının yük dövriyyəsini vurğulamaq istərdim. Ötən ilin yekunlarına əsasən təqribən 7,6 milyon ton yük dövriyyəsi olmuşdur Bakı dəniz limanında. Və bu yük dövriyyəsinin təqribən 70%-i tranzit yüklərin üzərinə düşür. Belə ki, artıq bu rəqəmlər, iqtisadçılar adətən rəqəmlərə əsaslanırlar və bu rəqəmlər artıq orta koridorun Çin üçün əhəmiyyətini nə qədər böyük olduğunu bir daha təsdiqləyir. Və bu, bilavasitə orta koridor üzərində yerləşən ölkələrin, xüsusilə də regionun logistik hub'ı istiqamətində inamlı addımlar atan və bu istiqamətdə infrastruktur layihələrini zənginləşdirən Azərbaycanı xüsusi vurğulaya bilərəm. Daha sonra Çin tarixində, Çin iqtisadi tarixində onun inkişafına təkan vermiş Çin iqtisadi analitiklərin fikrinə görə belə bir deyim var. Çin iqtisadiyyatında əsas iki pin var deyirlər. Bir Deng Xiaoping, bir də Xi Jinping. Və bu, deməli, cənab Xi Jinpingin bu istiqamətdə həyata keçirdiyi bir kəmər, bir yol təşəbbüsü və bu təşəbbüs üzərində, bu orta koridor üzərində Azərbaycanın da yerləşməsi artıq Azərbaycanı Çin üçün iqtisadi maraqlardan doğan bir siyasi dayağa çevirir. Və qarşılıqlı olaraq Azərbaycanın da xarici siyasətini, həmkarlarımız xüsusi daha detallı vurğuladılar. O cümlədən xarici iqtisadi siyasətini nəzərə alsaq, Azərbaycan regionun kommunikasiya üzrə, enerji üzrə aparıcı ölkələrindən biridir və hətta deyərdim ki, aparıcı ölkəsidir. Təkcə ötən ilin yekunlarına əsasən Azərbaycan Avropa ölkələrinə təqribən 12,9 milyard kub qaz, təbii qaz ixrac etmişdir. Və Cənub qaz boru xətti, burada Cənubi Qafqaz, Tanap və TAP qaz boru kəməri. Eyni zamanda onun interkonnektorları olan Yunanistan, Balqaristan, Serbiya interkonnektorları bu istiqamətdə Azərbaycanı artıq post-konflikt dövründə, artıq müharibədən sonra, artıq öz uzun illər konflikt yaşamış bir ölkə ilə artıq sülh danışıqları istiqamətində olan Azərbaycan, mən elə düşünürəm ki, rəsmi Pekin üçün çox etibarlı bir dayaq roluna çevrilmişdir və Cənab Prezidentin sonuncu Pekin səfəri çərçivəsində imzalanmış sənədlər və xüsusilə də iqtisadi istiqamətdə imzalanmış sənədlər. Burada deməli alternativ enerji istiqamətdə imzalanmış 6 müxtəlif müqavilə var. Eyni zamanda fəaliyyət göstərdiyim qurumun alt şirkəti olan SMEK şirkətinin Azəralüminiumla birlikdə karton istehsalının başlaması haqqında belə bir investisiya layihəsinin icrası. Mən elə düşünürəm ki, bütün bu gedişat Azərbaycanı Çin üçün deməli iqtisadi cəhətdən regionun əsas tərəfdaşına çevirəcək və bu iqtisadi maraqlardan doğanda siyasi dəstək, mən elə düşünürəm ki, bu ölkəmiz üçün çox lazımlı bir dəstəkdir, çox lazımlı bir tərəfdaşdır və gedişat da maliyyə deməli resurslarının, investisiya layihələri üzrə maliyyə resurslarının Çindən gəlməsi,
bu bizim xarici siyasətimizin bir uğuru kimi qiymətləndirirəm. Eynən. Və sizin qeyd etdiyiniz məsələ biraz əvvəl ki, Çinin bəzi iqtisadi, belə deyək, anti-Çin alətlərinin o varlığı Çin üçün orta dəhlizi, belə demək mümkünsə, ola bilsin bugün yox, sabah, ola bilsin bəlkə elə indidən orta dəhliz layihəsinin hava su kimi lazımlı olduğunu biz deyə bilərik bunun nəticəsində. Çünki faktiki olaraq biz belə başa düşə bilərik sizin dediyinizdən ki, Birləşmiş Ştatlar Çinin üzərində konkret rıçaqlar qoyub. Və sabah birisi gün bilinmir, Tayvanda nə baş verə bilər, Çinə qarşı hansısa bir təxribat ola bilər, yoxsa yox. Amma o bilinir ki, Çin hansısa hərbi əməliyyat apararsa, o halda sanksiyaların işə düşmə ehtimalı böyükdür və Çinin alternativ yollar və yaxud da alternativ yollardan istifadə ehtimalı azalacaq, yaxud da alternativ yollar tapmaq məcburiyyətində qalacaq. Amma dəqiq olan odur ki, Çinin xərcləri artacaq bu yollardan istifadə üçün. Bu məsələnin vacib bir tərəfidir sözün əsl mənasında, həm də biraz əvvəl İlyas müəllim də qeyd etdi, balanslı siyasətlə bağlı məsələni. O da böyük əhəmiyyətə malik olan bir məqamdır. Bir sıra istiqamətlərdə Çinlə Azərbaycan arasında danışıqlar aparıldı və razılıq əldə olundu. Bu istiqamətdə soruşmaq istəyərdik ki, misal üçün bir neçəsini nəzərinizə çatdıraq. Viza rejimi ləğvi ilə bağlı biraz əvvəl qeyd etdiniz. Mina təmizlənməsi sayəsində əməkdaşlıq haqqında razılaşmalar əldə olundu. Daha sonra Təhsil Naziri ilə Çin Elm və Texnologiya Naziri arasında bir imzalanma oldu. İki ölkə arasında innovasiya və texnoloji inkişafı təşviq etmək. Bundan əvvəlki buraxılışlarda indi paralel gətirməyinizi xahiş edəcəm sizdən. Belə bir fikir səsləndirilmişdi ki, elə eyni mövzu müzakirə olunurdu. Çin üçün kəmər yol, yaxud da bir kəmər bir yol ənənəvi olaraq bizim öyrəşdiyimiz istiqamət. Bu layihənin icra olunmasında daha bir maraq Çinin texnologiya istiqamətində çox şiddətli şəkildə sürətlənməsi fonunda onun kənd təsərrüfatı məhsullarına ehtiyacının tədricən artması məsələsi olub ki, bu istiqamətdə də həm də Azərbaycanın Çinə dəstək verməsinə ehtiyac var. Məsələnin digər tərəfi isə budur ki, müqavilə imzalanır və müqavilədə qarşılıqlı olaraq texnoloji fəaliyyətin inkişaf etdirilməsi məsələsi ortaya çıxır. Çinə Azərbaycandan nə lazımdır sualı çıxır ortaya. Çünki sırf məhsul və xidmətlər baxımından, logistika baxımından anlayışlı, tam anlayırıq ki, Azərbaycan üzərində məhsul və xidmətlərini keçmədir və bu bizə sərf edir, Çinə də sərf edir, çox yaxşı. Amma digər istiqamətdə Çinin tələblərini ödəyə biləcəyi Azərbaycanın məhsulları hansılar ola bilər? Suala görə təşəkkür edirəm. Öncə müzakirə olunan məsələlərlə bağlı qısa qeyd edib, sonra sualınızı icazənizlə keçərdim. Azərbaycan dövlət başçısının 22-24 aprel tarixlərində Çinə dövlət səfəri ümumilikdə Çinə 6-cı səfər olmuşdur və bu 6 səfərdən ikisi dövlət səfəri xarakteri daşımışdır. Ümumiyyətlə biz praktikada diplomatiyaya baxdıqda görürük ki, çox az rast gəlinən hallarda bir dövlət başçısı eyni bir ölkəyə 2 dəfə dövlət səfəri etmiş olur. Bu da əslində iki ölkə arasındakı münasibətlərin səviyyəsini göstərən faktlardan biri kimi qiymətləndirilməlidir və birgə imzalanan bəyannamədə bir sıra məqamlar var idi ki, münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə çatdığını göstərən belə deyək simvollar sayıla bilər. Bunlardan birincisi həm Azərbaycan, həm Çin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinə qətiyyətli dəstək ifadə etmişdir. Bu da iki tərəf arasındakı münasibətlərin strateji səviyyəyə yüksəldiyinin bariz belə deyək sübutudur. Digər tərəfdən Çin və Azərbaycan bu birgə bəyannamə ilə beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi ilə bağlı razılığa gəldi ki, bu təbii ki, qarşılıqlı maraq doğuran məsələlərə əhatə edəcək məsələlərdə belə deyək fəaliyyət əlaqələndiriləcək. Digər məqam isə siyasi və ideoloji məsələlərlə bağlı olaraq Çin Komünist Partiyası və Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun inkişaf etdirilməsi ilə bağlı razılıqdır ki, bu da hesab edirəm ki, nəzərə alınması vacib məqamdır. Çünki bu artıq bundan sonra belə deyək, iki dövlətin siyasi ideoloji məsələlərdə müəyyən məqamlarda koordinasiya gedəcəklərinin belə deyək işarəsi buradan görünür. Digər vacib məqam həm Çin üçün, həm Azərbaycan üçün həssas məqamlar olan terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə sahəsində Çin və Azərbaycan hüquq mühafizə orqanları, eyni zamanda xüsusi xidmət orqanlarının qarşılıqlı əməkdaşlığının genişləndirilməsi ilə bağlı orada xüsusi bir müddəa var. Bu qeyd etdiyi məsələlər siyasi və təhlükəsizlik sahəsində Çin və Azərbaycan arasında münasibətləri belə deyək keyfiyyətcə yeni mərhələyə qaldırdı və digər məqamlar investisiya ilə bağlı məsələlərdir. Az öncə soruşdunuz ki, investisiya və belə deyək ticarətin artırılması ilə bağlı nələr edilməlidir?
məsələsidir. Əslində Çin tərəfdən baxışda, eyni zamanda Azərbaycan tərəfdən baxışda bu məsələdə hansı addımların atılacağı məsələ bu birgə bəyannamədə öz əksini tapmışdır. Biz rəqəmlərə baxdıqda görürük ki, ötən il Çin və Azərbaycan arasındakı ticarət əlaqələri təxminən 21% artaraq 3 milyard 744 milyon dollara çatmışdır. Bu rəqəm kiçik rəqəm görünsə də Cənubi Qafqazda Ermənistan və Gürcüstanla Çinin birgə ticarətinə demək olar ki, bərabər səviyyədədir. İnvestisiyalara baxdıqda isə ötən ilə sonuna qədər 942 milyon dollar investisiyaların həcmi olmuşdur və Çinin Azərbaycan Çindəki investisiyaların həcmi isə 2,1 milyard. Yəni Çindən az qala 2,5 dəfəyə yaxın daha çox Azərbaycan Çinə investisiya yatırmışdır. Buna rəğmən potensial aşağıdır və bu potensialı daha yuxarı səviyyə qaldırmaq üçün birgə bəyannamədə 3 əsas hissə vardır ki, hesab edirəm ki, bu gələcəkdə investisiya və ticarət sahəsində əməkdaşlığı yeni mərhələyə qaldıracaq. Nələr idi bunlar? Birincisi, Çin tərəfi bəyan edir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək verəcək. İkinci məqam, Azərbaycan və Çin arasında azad ticarət anlaşmasının imzalanması ilə bağlı artıq işlərə başlanılacaq və üçüncü bir məqam, hansı ki, bu məqam aprel ayının 16-sında Çin-Azərbaycan Ticarət İqtisadiyyat Hökumətlərarası Komissiyasının 10-cu iclasında da toxunulmuşdur bu məsələyə. Çin və Azərbaycan arasında birgə investisiya əməkdaşlığı qrupu yaradılacaq, işçi qrupu yaradılacaq və hesab edirəm ki, bu üç amil gələcəkdə, yaxın illərdə Çin və Azərbaycan arasında həm ticarətin, həm də investisiya həcminin artmasına gətirib çıxaracaq. Sizin sualınıza gəldikdə, bu həm dolayısıyla əslində ticarət və investisiya inkişafına və təşviqinə xidmət edəcək amillərdən bir də viza məsələsidir. Qarşılıqlı olaraq vizadan azad edilmə, hansı ki, ümumi vətəndaş pasportuna malik olan şəxslərə aiddir bu. Gələcəkdə Çin və Azərbaycan arasında həm ticarət iqtisadi əlaqələrin inkişafına töhfə verəcək, eyni zamanda mədəni və turizm sahəsində, yəni xalqlar arasındakı əməkdaşlığın və qarşılıqlı əlaqənin inkişafına da təkan verəcək ki, bu qeyd etdiyim kimi, bugünə qədər biz daha çox Çin və Azərbaycan arasındakı siyasi münasibətlərdən və ya iş dünyası arasındakı münasibətlərdən danışırdıqsa, bundan sonra xalqlar arasında daha aşağı səviyyədə də belə deyək, münasibətlərin inkişafından daha rahat şəkildə danışa biləcəyik. Və digər məqam mina məsələsi ilə bağlı. Bu mina məsələsinə bir paralellə elə bəyannamada da əksini tapan məsələ ilə bağlı istərdim əlaqələndirim. Belə ki, bu bəyannamədə eyni zamanda Qazaxıstanda ötən il Azərbaycan imzaladığı bəyannamədə Azərbaycan rəsmi şəkildə bəyan edir ki, Çinin 3 qlobal təşəbbüsünü, hansı ki 2021-2023-cü illər arasında belə Çin tərəfindən irəli sürülüb, bu qlobal inkişaf təşəbbüsü, qlobal təhlükəsizlik təşəbbüsü və qlobal sivilizasiya təşəbbüsüdür Çin irəli sürdüyü və xüsusilə burada 2022-ci ildə irəli sürülən və 2023-cü ilin fevral ayında konsepsiya olaraq Çin tərəfindən bəyan edilən qlobal təhlükəsizlik təşəbbüsüdür ki, burada məhz Çinin belə deyək, qlobal səviyyədə təhlükəsizliyə baxışını əks elətdirir və Azərbaycan da dolayısıyla bu təşəbbüsü dəstəkləməklə Çinlə qlobal təhlükəsizlik arxitekturasında belə deyək, eyni mövqedən çıxış etmiş olur ki, bu qlobal təhlükəsizlik təşəbbüsü qəbul edildikdən sonra düzdür, bizimlə hələ ki bu vaxta qədər aktiv belə deyək, əməkdaşlıq rəsmi şəkildə müşahidə edilmir, amma Çin və digər bölgələrə baxdıqda, xüsusilə Afrika və Çin arasında baxdıqda 2024-cü ildə sentyabr ayında baş tutmuş Çin-Afrika əməkdaşlıq forumunda birgə fəaliyyət planı qəbul edilmişdir. 2025-27-ci illərə əhatə edən 3 illik fəaliyyət planı dövründə Çin Xalq Respublikası öz üzərinə bir sıra öhdəçiliklər götürür. Bunlardan biri 6000-ə qədər Çin-Afrikalı hərbiçiyə təlimlərin keçirilməsi, eyni zamanda 1000-ə qədər Afrikalı polis mühafizəçilərə belə təlimlərin keçirilməsi və 500-ə qədər Afrikalı hərbiçinin Çində təlimlərə cəlb edilməsi məsələsi var ki, və bunun da mahiyyəti kəmər və yol layihəsinin təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək və buna paralel olaraq Çin tərəfi 1 milyard Çin yüanı maliyyə dəstəyi Afrikada təhlükəsizliyə ayırır və bunun bir komponenti də məhz mina təhlükəsizliyidir. Yəni Afrikada minalardan təmizləmədə Çin son 2 ildə xüsusilə aktiv şəkildə iştirak edir və hesab edirəm ki, bu birgə bəyannamədən sonra xüsusilə qlobal təhlükəsizlik təşəbbüsü çərçivəsində, hansı ki Azərbaycan da buna dəstək ifadə etdi, Azərbaycan və Çin arasında Ermənistan belə deyək, dövlət tərəfindən bastırılmış minalardan təmizləmə prosesində Çin həm texniki olaraq, həm də maddi olaraq Azərbaycana dəstək ifadə edəcək ki, bu da iki tərəfli əlaqələrin belə deyək, əsas komponentlərindən birini təşkil edəcək. Digər məqam elm və təhsil sahəsində əməkdaşlığa. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, sırf orada bir müddəa var ki, texnoloji transfer.
Bu çox vacib bir məqamdır. Çünki biz bilirik ki, dövlətlər hər nə qədər bir-biri ilə yaxın əməkdaşlıq etsə də elm və təhsil sahəsində, amma texnoloji transfer sahəsində çox dövlətlər buna getmir. Yəni Çin tərəfinin buna razı olması əslində bu münasibətlərə verdiyi əhəmiyyətin belə də göstəricilərindən biridir. Patentlərdən də söhbət gedir. Bəli, təbii ki, burada söhbət patentdən gedir. Çünki texnoloji transfer məsələsi var burada. Çinin Azərbaycandan nəyə ehtiyacı var məsələsinə doğru bir vacib məqama toxundunuz. Kənd təsərrüfatı məhsulları. Bilirik ki, Çin və Birləşmiş Ştatlar arasında bugün tarif müharibəsi belə deyə açıq fazaya keçib və Çinin Amerika Birləşmiş Ştatlarından əsas idxal etdiyi məhsullar kənd təsərrüfatı məhsullarıdır. Bir çox belə də geniş həcmdə və artıq bu kənd təsərrüfatı məhsullarının dünyanın müxtəlif ölkələrindən əvəz edilməsi ilə bağlı Çin bir strategiya üzərində işləyir və Azərbaycan da burada sırf kənd təsərrüfatı məhsullarının Çinə ixracında belə deyək bir rol oynayacaq və nəzərə alsaq ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracında belə deyək bir dövlətdən daha çox asılı vəziyyətdədir, monopoliyası var belə deyək bir dövlətin və bu baxımdan Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac yollarını diversifikasiya etmə imkanı yaranacaq ki, bu dolayısıyla Azərbaycan əhalisinin az qala yarısına bərabər olan insanların çalışdığı kənd təsərrüfatının da belə də inkişafına təkan vermiş olacaq. Digər vacib məqam isə Çinin daha çox Azərbaycandan neft və neft məhsullarının da ixracında belə deyək maraqlı tərəf kimi çıxış edir. Və bu sizin qeyd etdiyiniz sonuncu cümlələr, düzdür, bundan əvvəl qeyd etdiyiniz məsələlər də maraqlıdır, amma sonunda qeyd etdiyiniz məsələlər rayonlarda, kəndlərdə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan insanlar üçün daha çox maraq dairəsində ola bilər. Çünki biz əmin ki, böyük əksəriyyət onu müşahidə edib. Hara mal vurursan, məsəl üçün məhsul vurursan Rusiyaya, belə bir fikir səsləndirildi. Yeni bazar formalaşır. Yeni bazar formalaşırsa, demək ki, artıq məzənnə aşağı düşüb biz nə edə bilərik deyə suallar kənd cəmaəti arasında olmayacaq, belə demək mümkündürsə. Odur ki, bu istiqamət çox perspektivli istiqamətdir. Belə görürük ki, Çinlə əməkdaşlığın hər bir aspekti bizə sərf eləyir. Bu da çox yaxşı bir göstəricidir. İndi prosesin real keyslər üzərində icra olunması məsələsinə gəlincə, indi biz müzakirə aparırıq, bundan əvvəl müqavilələr imzalandı. Artıq onun işaretləri də var, artıq icra olunmuş məsələlər də var. Biraz əvvəl sizin də qeyd etdiyiniz məsələ var idi ki, logistika istiqamətində rəqabət qabiliyyətinin artırılması gələcəkdə məhz Azərbaycan üzərindən məhsul və xidmətlərin, daha doğrusu deməli, məhsulların daşınması məsələsini təşkil etmək üçün şərait yarada bilər. Və daha bir məsələ yenə də bu rəqabət məsələsinə biz məcbur olaraq toxunuruq, çünki bu da maraq doğuran məsələlər arasındadır. Cənubi Qafqaz içərisində bir istiqamət bundan ibarətdir ki, Çinin məhsullarının daşınması mövzusunda bəzi məqamlarda ekspertlər və analitiklər, həm də iqtisadçı ekspertlər bəzi motivasiyalara görə deyirlər ki, misal üçün Ermənistanın bu istiqamətdə marağı o qədər də çox deyil deyə istiqamət atılırdı. Digər məsələ, Qərbdə Birləşmiş Ştatlarla birbaşa koalisiyada olan qüvvələrin Zəngəzur dəhlizinin açılmasında maraqlı olmamasına dair bəzi istiqamətləri ortaya atmaları olub, fərqli vaxtlarda. Bu düzdür, bu faktlardan özünü göstərmir, amma yenə də mülahizələr, müzakirələr gedir. Necə ki, o Kissinger, Brzezinski deyirdi, amma yenə də müəyyən müddətdən sonra bəzi şeylər öz həllini tapır, yaxud da açıqlanır. Sual bundan ibarətdir ki, görəsən Ermənistanın özü Çinin kəmər yol, yaxud da öyrəşdiyimiz bir kəmər bir yol layihəsinin icrası məsələsində nə qədər maraqlı ola bilər və sualın o biri tərəfi bundan ibarətdir ki, tutaq ki, Azərbaycanda Çinin də dəstəklədiyi Zəngəzur dəhlizi məsələsi, Azərbaycanın da dəstəklədiyi bu ideya Cənubi Qafqaz üzrə reallaşsın. Bunun reallaşması bəs bizim dost ölkəmiz, münasibətlərimizin çox yaxşı olduğu və regionda qonşumuz olan Gürcüstan üçün nə qədər sərfəli ola bilər ya da olmaya bilər. Yaxud da Çin hazır Gürcüstan yolu qalmışkən, niyə görə burada məsələnin siyasi tərəfləri maraqlı olar? Zəngəzur dəhlizinin də açılmasında bizim fikrimizlə həmfikir yanaşma sərgiləyir. Təşəkkür edirəm. Əslində, hörmətli həmkarlarım, çox maraqlı məsələlərə toxundu. İcazənizlə suala cavab verməmiş bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, müasir dövrümüzdə istehsal çox vacib elementdir. Məhsul istehsal etmək, bazar üçün məhsul hazırlamaq. Amma dövrümüzün ən böyük tələbi məhsulu bazarlara çıxartmaqdır. Və bugün dövlətlərin əhəmiyyəti həm də o dəhlizlərə sahib olmaq, o infrastruktura sahib olmaq dövlətlərin imkanlarını daha çox artırır. Yəni, indiki dövrdə Çinin məhsul istehsal etməsi, amma o məhsulu bazara çıxara bilməməsi, dəhliz problemləri baxımından çıxara bilməməsi Çin üçün iqtisadi gücə çevrilə bilmir. Məhsul istehsal olundu və qaldı. O zaman iqtisadi gücə çevrilir ki, məhsul deməli, bazara çıxarılır və yeni məhsul istehsalı üçün zəmin yaranır, formalaşır. Bu mənada, bəli, qlobal geopolitik səviyyədə
dəhlizlər uğrunda çox ciddi bir mübarizə gedir. Və bugün qlobal qərbin Çinə qarşı, xüsusilə ABŞ başda olmaqla son dövrlər həyata keçirdiyi bu tarif deməli siyasətində, ticarət müharibəsində əsas hədəflərdən biri Çin istehsalını zəiflətmək, eyni zamanda istehsal məhsullarının dünya bazarlarına çıxış imkanlarını məhdudlaşdırmaqdır. Və hörmətli ekspertimiz çox maraqlı məsələlərə toxundu, xüsusilə də Hindistan və deməli nəzarəti altında olan boğazlardan keçməklə dəniz yolu ilə dünya bazarına məhsulların çıxarılması bu Çin istehsalının təxminən yarıdan bir qədər artığını təşkil edir. Amma Çin istehsallı məhsulların yarıya qədər faizi, 40%-dən bir qədər artığı bax bu dəhlizlər, bizim dediyimiz orta və şimal dəhlizlər üzərindən həyata keçirilirdi ki, mövcud problemlər səbəbindən şimal dəhliz artıq demək olar ki, iflicdir və getmir, işləmir. Orta dəhlizin rolu burada artır və sizin dediyiniz faktor artıq burada önə çıxır. Yəni Gürcüstan amili nə qədər biz orta dəhlizin cazibəsini artıra biləcəyiksə, məhsul axını daha çox təmin ediləcəkdir. Və o halda bizə alternativlərə ehtiyac yaranacaqdır. Və o alternativ heç bir halda, məsələn, Zəngəzur dəhlizi, heç bir halda Gürcüstan variantına rəqibə çevrilməyəcəkdir. Tam əksinə alternativlərdir. Bir-birini dəstəkləyəcəklər. Bəli, bəli, alternativlərdir və bölgənin əhəmiyyətini, təhlükəsizliyini daha da artırılmış olacaqdır. Təhlükəsizlik dedim. Nə deməkdir təhlükəsizlik? Bax, siz Ermənistanla bağlı məsələyə toxundunuz. Bugün Çin həm də maraqlıdır Zəngəzur dəhlizinin açılmasına ona görə ki, Ermənistan üzərindən bu dəhliz keçəcəksə, bu dəhliz Ermənistanın növbəti aqressiv planlarını sanki cilovlamış olacaqdır. Bu mənada xüsusilə də qərb, kənar güclərin Ermənistan üzərindən planlaşdırdığı o destruktiv planlar üçün əks layihədir. Onu tormozlayacaq bir layihədir. Buna görə də hesab edirəm ki, bəli, Ermənistan ərazisindən bu layihənin keçməsi Ermənistan üçün iqtisadi dividendlər gətirməklə yanaşı, həm də təhlükəsizliyi üçün çox ciddi bir qaranta çevrilmiş olacaqdır. Regionun təhlükəsizliyi üçün çox ciddi bir layihəyə çevrilmiş olacaqdır. Digər bir məsələ, mən xüsusi bir məsələni qeyd etmək istəyirəm. Və yaxud Cənab Prezidentin yanvar ayında Çin televiziyasına müsahibəsində toxunduğu bir məsələ. Bugün Çin üçün ən əhəmiyyətli məsələlər artıq Çin istehsallı məhsulların, Çində daha doğrusu istehsal olunmuş məhsulların dünya bazarlarına çıxarılmasından daha çox Çin şirkətlərinin istehsal etdiyi məhsulların bazarlara çıxarılmasıdır. Nə deməkdir bu? Artıq müasir dövrümüzdə, məsələn 10 il, 15 il bundan əvvəllə müqayisədə, hətta 5 il, 10 il sonra bu xüsusi tələb olaraq ortaya çıxacaqdır. Çindən birbaşa Avropaya məhsulun çatdırılması artıq vaxt baxımından da çatdırılmayacaqdır. Vaxt baxımından rəqabət qabiliyyətli olmayacaqdır. Maliyyə baxımından rəqabət qabiliyyətli olmayacaqdır. Ona görə Çin bugün çox ciddi şəkildə maraqlıdır ki, dəhliz boyunca istehsal zənciri formalaşdırsın və Azərbaycanın ağıllı, uzaqgörən yanaşmasını Cənab Prezidentimiz yanvar ayında müsahibədə qeyd etdi ki, biz yalnız tranzit ölkəsi kimi baxmırıq orta dəhlizə. Biz həm də bu dəhliz üzərində istehsal zəncirinin formalaşacağı ölkələrdən biri, bəlkə də birincisi olmaq istəyirik. Qazaxıstanda, Orta Asiyada bu istehsal müəssisələrinin yaranması ilə bağlı iqtisadçımız danışdı, məlumatları verdi. Növbəti istehsal yerlərindən biri çox böyük ehtimalla Qafqaz və ya Türkiyə ərazisi olacaqdır. Azərbaycan üçün təklif edilən, Azərbaycanın maraqlı yanaşması ondan ibarətdir ki, növbəti istehsal yerlərindən biri məhz Azərbaycandan keçəcək həmin o dəhliz üzərində qurulsun və əslində Azərbaycan yalnız, Cənubi Qafqaz yalnız tranzit deyil ki, həm də böyük bir bazardır. Türk dünyası üçün böyük bir bazardır həm də. Üzrü sən sözünüzü kəsdim. Bir alternativ yol kimi, misal üçün fikir versək, şimal istiqamətindən bir yol var. Bəli. Və Özbəkistan və Türkmənistanı ərazisindən keçərək gedən yol var. Sizin baxış bucağınızdan Çin üçün daha sərfəli versiya hansı ola bilər? Qazaxıstan bir ölkənin ərazisindən keçməli, yoxsa Özbəkistan və Türkmənistandan keçib, yəni Ələt iqtisadi zonası, Ələt limanı? Burada maraqlı məqamlar nədən ibarətdir? Əvvəla Çin daim alternativlər yaratmağa çalışır. Və investisiyanı da hər zaman alternativlər üzərindən qoyur. Ona görə ki, hər hansı bir variant üzərində təhlükə yarananda onun üçün bazarları itirmə riski yaranmasın, məhsulları bazarlara lazımı vaxtda, anında çatdıra bilsin. Ona görə də alternativlərdə hər zaman maraqlıdır. Onların hər ikisi üçün maraqlıdır. Həmin təqdim etdiyimiz, həm Qazaxıstan, həm Özbəkistan üzərindən. Bəli. Eyni zamanda Gürcüstan və Ermənistan üzərindən keçməklə də həmin alternativin yaranması da Çin üçün maraqlıdır. Burada maraqlı yanaşmalardan digər bir məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki,
biz Avropa İttifaqının Orta Asiya Respublikaları ilə investisiya layihəsi ilə bağlı bir müzakirəsini gördük və 14 milyard dollarlıq, 12 bəzən hətta 20 milyarda çıxarılmaqla bağlı da bir rəqəmlər səsləndirilir. Logistikaya, deməli, infrastruktura bu həcmdə investisiyanın yatırılması ilə bağlı artıq razılıq əldə olunubdur. Nədir bundan burada hədəf? Təbii ki, Avropa Çin məhsullarına, Çin istehsallı məhsullara böyük ehtiyacı var. Amma həmin daşınacaq, məhsulun daşınacağı dəhlizlərə nəzarəti Avropa, ABŞ ələ keçirməyə çalışır. Və bugün ən maraqlı məsələlərdən biri Orta Asiya ilə bağlı təhlükələrin Cənubi Qafqazda yarana bilmə riskidir. Ona görə də hesab edirəm ki, Azərbaycanla imzalanan o çoxtərəfli tərəfdaşlıq haqqında, müttəfiqlik tərəfdaşlığı haqqında bəyannamənin mahiyyətində də həm də bu dayanır. Bayaq dediyimiz o ekspertlə danışığımızdakı Azərbaycanın stabil, davamlı mövqeyinin Çin tərəfindən təqdirlə qarşılanmasının da arxasında bu dayanır ki, bəli, Azərbaycan heç bir halda situasiyalara uyğun mövqe ortaya qoymur. Bugün müasir dünyamızda çox ciddi bir tarif müharibəsi gedir, ticarət müharibəsi gedir. Xüsusilə də Qərb, ABŞ başda olmaqla və Çin. Siyasətdə təxminən belə bir yanaşma qoyulur. Kim bizim yanımızdadır, kim Çinin yanındadır və bundan asılı olaraq həmin dövlətlərə münasibət formalaşacaqdır. Amma Azərbaycanın indiyə qədər ortaya qoyduğu mövqeyi, xüsusilə bu ticarət müharibəsinin başladığı bir dövrdə Çinə səfərimiz, Çinlə ortaq mövqedən çıxış etməyimiz onu göstərir ki, bizim üçün geopolitik səviyyədə gedən mübarizələrdə bizim üçün əhəmiyyətli məsələ bizim dövlət marağımızdır, bizim milli marağımızdır və bizim milli marağımıza uyğun hansı layihə mövcuddursa, hansı yanaşma mövcuddursa, biz heç bir halda alternativləri azaltmırıq. Ümumiyyətlə, bunu hörmətli həmkarlarım təsdiqləyərlər də, ağıllı dövlət üçün, ağıllı siyasətçi üçün alternativləri çoxaltmaq lazımdır. Alternativləri azaltmaq olmaz. Ağıllı siyasətçi alternativləri artırır. Cənab Prezidentin bu yanaşması hesab edirəm ki, Azərbaycan üçün strateji mənada, strateji baxımda alternativlərimizi genişləndirir. Nəinki bizim imkanlarımız azaldır. Qısaca olaraq icazənizdən əlavələr edeyim. O xüsusilə Gürcüstanla bağlı hesab edirəm o sual təsadüfi vermədiniz. Biz də zaman-zaman Gürcüstan tərəfindən bəzən narahatlıqlar eşidirik ki, artıq Zəngəzur dəhlizi açıldıqdan sonra Gürcüstan əhəmiyyəti nə dərəcədə olacaq? Biz bunu rəqəmlərin statistik göstəricilərə baxsaq, hesab edirəm ki, mənzərə bizim üçün aydın olacaq. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşməsindən sonra yük götürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatmışdır və Zəngəzur dəhlizi tikildikdən sonra dəmir yolu vasitəsilə yük daşınma həcmi ehtimal edilir ki, təxminən 5 milyon ton olacaq. Yəni, Bakı-Tbilisi-Qarsa bərabər olacaq 5 milyon ton və hazırda bilirik ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında inşaatının ikinci mərhələsi bu il başlayacaq və hazırda yük götürmə qabiliyyəti təxminən 15 milyon tondur. Bu yük götürmə qabiliyyəti 25 milyona çatdırılacaq və konteyner ifadəsində 100 min tondan 500 min tona çatdırılacaq. Bugünkü göstəricilər təxminən ötən il 76 min tondan 76 mindən biraz artıq konteyner daşınmışdır ki, bu da konteyner ifadəsində belə də 76% liman funksional olmuşdur. Ton hesabında isə təxminən 50%-ə yaxın səviyyədə 7,6 milyon yük daşınmışdır ki, bu da 50%-ə yaxın göstəricidir. Yəni 25 milyon tona çatdıqdan sonra Bakı dəniz limanının götürücü qabiliyyəti, ondan sonra belə də 5 milyon ton Gürcüstan istiqamətindən dəmir yolu ilə 5 milyon ton Zəngəzur dəhlizi ilə getdikdən sonra 10 milyon ton edir. Yerdə 15 milyon ton qalır ki, bu da belə də yük maşınları ilə daşına bilər. Yəni bu baxımdan Gürcüstan tərəfinin narahat olacaq bir belə də məqamı olmamalıdır. Yəni burada spekulyasiyaya gedilir belə də nəticə olaraq. Qazaxıstan və Türkmenistanla bağlı burada qeyd etdiniz 2 dənə yol var. Çin üçün ümumiyyətlə 2013-cü ildə kəmər və yol layihəsini irəli sürdükdən sonra xüsusilə 2015-ci ildə bu qərb istiqamətində Çin Xalq Respublikası 2 mərkəz müəyyənləşdirdi. Biri ümumiyyətlə kəmər və yol layihəsi 2 hissədən ibarət. Kəmər və yol. Kəmər quru üzərindən keçəcək nəqliyyat dəhlizlərini ifadə edir. Yol isə okean üzərindən və bu 2 mərkəz biri Sincan bölgəsi Çinin, ikincisi isə Sian bölgəsi idi. Yəni burada fərqli bölgələrdə mərkəzlər yaratmaqla Çin əslində özünün qərb bölgələrinin inkişafını belə də təşviq edirdi və Qazaxıstan üzərindən və Türkmənistan, Qırğızistan, Özbəkistan dəmir yolu, daha doğrusu Qırğızistan, Özbəkistan, Çin dəmir yolu xəttinin çəkilməsi ilə bağlı artıq belə də proseslərə başlanır və bu iki xətt ayrı-ayrılıqda belə də bir-birinə mane olmayan əslində yollardır. Yəni Çinin fərqli provinsiyalarında istehsal edilən fərqli məhsulların belə də daşınmasına xidmət edəcək məhsullardır. Ona görə o baxımdan bir-biri ilə belə də toqquşan maraqlar yoxdur burada. Həm Gürcüstan təyinatı var belə deyim. Gürcüstan mövzusuna üzr istəyirəm.
bilirsiniz ki, Mərkəzi Asiyada çox ciddi proseslər gedir. İnteqrasiyadan tutmuş türk dilli dövlətlərin birgə Türk Dövlətləri Təşkilatında inteqrasiya və keyfiyyətcə yeni əməkdaşlıq müstəvisinə qalxması vardır. Və Avropa İttifaqının komissiyasının rəhbəri bu yaxınlarda elə bu məlum sammitdə çıxışında da belə bir təəssürat formalaşırdı ki, Cənubi Qafqazda kommunikasiya xəttlərinin açılması və ticarət, nəqliyyat, infrastruktur mübadiləsində yeganə marşrut bu Ermənistan üzərindən mümkün ola bilər və sanki Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilməyib, belə bir mal dövriyyəsi baş tutmur və nəqliyyat axımında yoxdur, bu arteriya istifadəyə verilmir. Bu tamamilə səhv yanaşmadır və ola bilər ki, Qərb üçün və şəxsən Ursula von der Leyen üçün Ermənistan üzərindən bu dəhlizin açılması önəmli ola bilər, amma bunun təşəbbüskarı da bizik. Yəni Vətən müharibəsindən sonra yeni reallıqlar kontekstində biz bu təklifi irəli sürmüşük ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb hissəsi arasında əlaqələr formalaşsın. Və mən də Nağıbə ilə bu fikri bölüşürəm ki, Gürcüstan üçün heç bir burada həyəcan təbili çalacaq məqam yoxdur. Bizim üçün hazırda mümkün marşrutların istifadəsi, modernizasiya, onun iş həcminin artırılmasıdır və 1 milyon tondan 5 milyon tona qədər bu rekonstruksiya işlərinin həyata keçirilməsi də bizim maraqlarımız çərçivəsindədir ki, bizim investisiya ilə bu baş vermişdir. İşin bir geopolitik tərəfi də var. İstəyirəm ki, bu müzakirələrdə bu da səslənsin. Bilirsiniz ki, Ermənistanın sürətlə silahlanması prosesi baş verir və bunun arxasında Fransa ilə yanaşı Hindistan dayanır. Və Hindistanla Çin arasında qlobal müstəvidə bir rəqabət vardı. Buna Kənan bəy də toxundu və bu yollar, nəqliyyat yolları, hərbi, iqtisadi mübarizədə Qafqaz da onların maraq dairəsindədir. Yəni əgər burada Hindistan Ermənistanı silahlandırmaqla, bəli Fransanın göstərişi ilə, bəli Fransanın lisenziyası ilə istehsal olunan silahların Ermənistana ötürülməsi ilə baş verirsə, Çin burada qlobal geopolitik yarışda uduzmaq istəmir və hazırki yaranan trendlərə uyğun olaraq maraqlar üst-üstə düşür. Yəni burada heç də Azərbaycanın xarici siyasət kursunu Çinə doğru və ya şərqə doğru diversifikasiyasından söhbət getmir. Rasional, balanslı alternativlər yaradan Anar bəyin dediyi kimi biz burada öz milli maraqlarımız çərçivəsində münasibətlər sistemi qururuq və ona görə də burada bir tranzit gəlirləri əldə edirik, iki investisiya hansı ki Qarabağın da yenidən qurulmasına, Şərqi Zəngəzurun da inkişafına xidmət edəcəkdir. Ərazilərin minalardan təmizlənməsi işində də Çin-Azərbaycan büdcəsinə dəstək olacaqdır. Bu humanitar sahədə əməkdaşlığı da möhkəmləndirir. Üçüncü məqam isə burada Azərbaycan üçün dünyada da gedən alternativ enerjiyə keçid prosesində Çin texnologiyasından istifadə, günəş panellərinin birgə istehsalı alınması və bu Azərbaycanın geniş həcmdə olan potensialından istifadə önəmlidir və bilirsiniz ki, bu istiqamətdə Azərbaycanın da öz layihələri, öz investisiyaları, öz cəlb etdiyi şirkətlər vardır. Aquapower, Mastar, hansı ki, yaxın şərqdə də tanınmış dünya müstəvisində şirkətləri, Çin şirkətləri də burada iştirak edə bilər. Və biz Qarabağa nə qədər çox maliyyə vəsaiti cəlb edə bilsək, Çin nümunəsində və ya digər ölkələr nümunəsində bu yeni reallıqları legitimləşdirir. Bu bizim vətəndaşlarımızın keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışını sürətləndirir. Çünki burada həm də minalardan təmizlənmə və infrastruktur baş verir və ən önəmli, sadə dillə də ifadə eləsək, ölkələrin maraqları təmsil olunur. Maraq varsa, orada müəssisələr yaradılırsa, kommersiya əsaslı, biznes adamlarının da burada dövlət patronajlığı ilə maraqları təmsil olunursa, burada təhlükəsizlik möhkəmləndirilir və biz dəhlizlərə təhlükəsizlik kontekstində yanaşırıq. Mən bir əlavə edeyim, Gürcüstanla bağlı çox vacib məqama toxundunuz, amma bu məsələni xüsusi qeyd etmək lazımdır. Çünki cəmiyyətimizdə də, elə Gürcüstan cəmiyyətində də yanlış bir yanaşma ortaya qoyulur ki, bunlar bir-birinə rəqibdirlər və Zəngəzur dəhlizi açılanda Gürcüstan variantı, Gürcüstan üzərindən yüklərin daşınması azala biləcək və s. və s. Əvvəla onu qeyd edeyim ki, bu məsələlərin müzakirəsi rəsmi səviyyədə, dövlət səviyyəsinə getməyib heç bir halda. Çünki rəsmi şəxslər kifayət qədər gözəl bilirlər ki, heç bir halda rəqib deyil və Gürcüstan variantı zəifləməyəcəkdir. Bu ən yaxşı halda qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları vasitəsilə həyata keçirilirdi. Burada da məqsəd iqtisadi əsaslı deyildi heç bir halda. Məqsəd Gürcüstan cəmiyyəti ilə, Gürcüstan cəmiyyətində Azərbaycana qarşı əks mövqeyini formalaşdırmaq, bu qərb sifarişi idi
idi birbaşa. İnformasiya müharibəsinin Bəli, informasiya müharibəsi idi. Qərb paytaxtlarının birbaşa sifarişi idi. Belə bir təəssürat yaratmaq istəyirdilər ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra artıq Gürcüstana görürsünüz, ehtiyac aradan qalxıbdı, nə bilim və s. Belə bir təəssürat formalaşdırmağa çalışırdı. Tamamilə iqtisadi əsaslı deyil, sırf informasiya müharibəsinin bir elementi idi və bir əlavəni deyim ki, 25 milyon yükün heç də hamısı tranzit deyil. Bax, bu məsələ də var da. 70%. Bəli. Təxminən 70, biraz onun üzərində rəqəmlər tranziti özündə əks etdirir. Yəni bunu xüsusi qeyd etmək istəyirəm ki, bunu cəmiyyətimiz də bilsin ki, iqtisadi əsası mövcud deyil bunun, bu fikirlərin. Əlavə etmək istərdim, üzr istəyirəm həmkarlarımın fikrinə. Bir məsələyə toxunacaq. Az öncə üzr istəyirəm, çox bir neçə qısa bir münasibət bildirmək istərdim. Az öncə Özbəkistan üzərindən logistika xəttinin inkişafı barədə bildirildi. Çin Özbəkistan üzərindən logistika xəttinin inkişafında da maraqlıdır. Çin investisiyası hesabında deməli, Özbəkistan-Çin sərhədinə yaxın yerləşən Əndican multimodal logistika terminalı var. Onun inkişafı hal-hazırda həyata keçirilir və Çin hal-hazırda özünün regionda, ya Orta Asiyada, ya Qafqazda bir e-commerce, ona fulfillment mərkəzi deyirlər. E-commerce yüklərinin, internet satış, onlayn satış yüklərinin toplanma ərazisi kimi dəyərləndirilən bir layihə icrasını düşünür. Burada ən optimal yanaşma İlkin Analitikaya görə Bakı dəniz limanıdır. Niyə? Çünki regionda yeganə limandır ki, orada həm avtoterminalı var, həm dəmir yolu terminalı var, həm dəniz limanı var, həm də hal-hazırda Azərbaycan hökuməti orada yük deməli hava limanının deməli tikintisini reallaşdırır. Bu istiqamətdə də mən düşünürəm ki, Bakı dəniz limanının və xüsusilə də Azərbaycanın çox böyük perspektivi var və xüsusilə də qısa müddət öncə Çinin Taobao onlayn platforması nümayəndə heyətinin Azərbaycan səfəri var. Və bu da bilavasitə iki ölkə arasında əlaqələrin inkişafına və Azərbaycanın Çinin Avropaya etdiyi onlayn satışlar üçün Azərbaycanın bir dayaq nöqtəsi kimi mən düşünürəm ki, bəli, bir super hub kimi dəyərləndirmək olur. Tamam. Təşəkkür edirəm əlavələrinizə görə. Yeri gəlmişkən, cənab prezidentin bundan əvvəl səsləndirmək istədiyi Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı bildiyi bir sıra açıqlamaları var idi. Yəni onu da izləyək, daha sonra isə fərqli ölkələrdə olan belə deyək, beynəlxalq güc mərkəzləri mi deyək, yoxsa birlikləri mi deyək, onların arasında olan rəqabət fonunda Azərbaycan və Çin arasında olan münasibətlərə gücümüz çatan qədər qısa vaxt ərzində toxunacaq. İzləyək. Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə şərqdən qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi nəzərindən çoxlu töhfə verə bilərik. Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır. Lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq biz qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən COP29-a qayıdaraq bizim ideyalarımızdan biri qlobal Cənubla qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir.
Cənab Prezidentin də qeyd etdiyi kimi, burada söhbət təkcə iqlim məsələsi deyil, bir-birinə etibar etməmək məsələsi və digər məsələlər. Burada maddi məqamlar da var idi. COP29 dövründə biz bunu daha detallı şəkildə müşahidə edə bildik. Amma Azərbaycan xüsusən COP29 dövründə əvvəlki belə deyək, analoji tədbirlərlə müqayisədə, beynəlxalq tədbirlərlə müqayisədə daha çox hərəkətliyin olduğu bir ölkə kimi yadda qaldı və daha çox irəliyə addım atan ölkələr olduğu proses boyu burada həm də Afrikada olan ölkələri nəzərdə tutmaq olar. Eynilə maliyyənin ayrılması məsələsi həm logistika istiqamətləri, həm digər istiqamətlərə özünü təsirini göstərir. Minalardan təmizlənmə, beynəlxalq miqyasda çağırışlar çoxlu istiqamətlərdə olur, amma söhbət gəlib puldan çıxanda artıq biraz görürsən ki, fərqli qərəzli meydana gəlir. Niyə o eləmir, mən eləyirəm tipində bir şey. Bunu daha çox elə COP29 çərçivəsində ağacların əkilməsi siyasətinə tətbiq etmək olardı. Amma indiki vəziyyətə gəlincə isə logistik yolların qurulması, həmçinin investisiya axınlarının təşkili, düzdür, investisiya axını ayrı bir segmenti əhatə edir, amma logistikanın qurulması məsələsi və xaricdən deməli yeni bazarların tapılması mövzusunda Cənubi Qafqazın ölkələrini götürsək, biz özümüz belə müəyyən qədər bizim üçün lokal sayıla bilərdi Cənubi Qafqaz. Lokal miqyasda hesab edirik ki, yəni 3 ölkə arasında olan qarşılıqlı əlaqələri tam dəqiq bilək ki, vətəndaşlarla birlikdə bir-birimiz. Daha sonra isə daha geniş istiqaməti əhatə edə bilək. Azərbaycan, Gürcüstan və Ermənistan bu 3 ölkənin logistika istiqamətlərində belə deyək, hazırki potensialı bizim üçün maraqlıdır. Çünki nəzərə alsaq ki, Gürcüstan və Zəngəzur dəhlizi bir-birinə paralelliyi təşkil edən istiqamətlərdir. Hansı ilə nə nəql etmək olar və sualın digər istiqamət də bundan ibarətdir ki, xahiş edəcək bununla bağlı qısa olaraq deyəsiniz. Bizim üçün hədəf bazar Avropa bazarıdırmı, yoxsa alternativ olaraq Çin bazarını biz daha çox belə deyək, yuxarı mövqedə götürəcəyik? Sualın arxa hissəsindən önə doğru belə deyək getmək istərdim. Azərbaycan üçün prioritet bugünə qədər biz gördüyümüz odur ki, Avropa İttifaqı bazarıdır. Bu da təsadüfi deyil. Bu 90-cı illərdən Azərbaycanın belə deyək, izlədiyi milli iqtisadi təhlükəsizlik strategiyasının bir tərkib hissəsidir. Yəni o dövrdə Azərbaycanın belə deyək, bizim qarşılaşdığımız problemlər bizi məcbur edirdi ki, fərqli bir yol izləyək. Bu fərqli yol nə idi? Azərbaycan belə deyək, regiondan qaçış konsepsiyasını üstün tutdu. Yəni iqtisadi olaraq biz əsas asılacağımız və ya ixrac bazarımızın region dövlətləri olmasını istəmirdik. Bunun təbii səbəbi ondan ibarət idi ki, bizim ixrac məhsullarımız belə deyək, yaxın qonşuluğumuzda o qədər tələbat olmayan məhsullar idi ki, daha çox burada İran və Rusiyanı nəzərdə tuturam. Amma digər tərəfdən burada bir Azərbaycana qarşı təzyiq var idi ki, Azərbaycan öz enerji resurslarını məhz bu ölkələr, xüsusilə Rusiya bazarlarına ixrac etsin. Lakin Azərbaycan o dövrdə çox çətinliklə olsa əsl müqaviləsini imzalayaraq və daha sonra qaz kəmərlərini, Cənub qaz dəhlizini reallaşdıraraq əsas ixrac bazarı kimi Avropa İttifaqını seçdi. Həm də yüksək gəlirli premial bazardır. Yəni. Yox, təkcə burada gəlirdən söhbət getmir. Yəni 65%-dən artıq burada iqtisadi müstəqillikdən söhbət gedir. Ona görə vurğuladım ki, qonşu regiondan asılı olmamaq üçün müəyyən mənada bu İsrailin strategiyasına da yaxın strategiyadır və Azərbaycan belə də öz iqtisadi müstəqilliyini təmin etdi. Paralel olaraq daha sonra iqtisadi müstəqillik, ordu quruculuğu və nəticədə Qarabağın belə də işğaldan azad olmasına gətirib çıxaran bir prosesi biz yaşadıq. Amma bu gün reallıq dəyişib. Yəni Cənubi Qafqazda yeni reallıq formalaşıb. Azərbaycan öz ərazi bütövlüyünü demək olar ki, bərpa edib və Cənubi Qafqazda siz 3 ölkə arasındakı münasibətləri dediniz. 3 ölkənin strategiyasında da fundamental dəyişiklik baş verdi. Yəni biz tez-tez istifadə edirik ki, Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu yeni reallığın mahiyyəti ondan ibarətdir ki, biz bilirdik ki, ənənəvi olaraq Azərbaycan balanslaşdırılmış xarici siyasət xətti yürüdür. Gürcüstan Avro-Atlantik məkana inteqrasiya xətti yürüdür. Ermənistan isə Rusiyanın belə deyək, hərbi və iqtisadi blokunda yer alır. Yəni Gürcüstan və Ermənistan mövqeyi bəlli idi. Azərbaycan isə hər tərəf qarşısında belə deyək, balanslaşdırılmış xarici siyasət idi. Lakin 2-ci Qarabağ müharibəsindən sonra biz fərqli xətt gördük. Ermənistan müharibədə məğlub olan Ermənistan belə deyək, xarici siyasət və təhlükəsizliyinin diversifikasiyası xəttini götürdü ki, daha çox Avropa ölkələri ilə Avropa İttifaqına üzvlük indi müzakirə edilir. Eyni zamanda Fransa və xüsusilə Hindistandan hərbi sənaye məhsullarının cəlb edilməsi, Gürcüstanda isə əks proseslər getməyə başladı. Avro-Atlantik inteqrasiyanın müəyyən müddətə təxirə saldılar ki, bütün bunlar eyni zamanda logistik xəttlərə də avtomatik təsir edir. Bugün Avropa İttifaqının və ya Avropa komissarının Avropa Mərkəzi Asiyada gedib elə bəyanat verməsi, Ermənistana üstünlük verməsi bu belə deyək, təkcə ideoloji bir məsələ deyil. Burada nə mənada praqmatizm var Avropa İttifaqı üçün? Avropa İttifaqı müşahidə etdiyi və ya Birləşmiş Ştatların da həmçinin Gürcüstanın tədricən Rusiya ilə yaxınlaşması, Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin həm Avropa İttifaqı və belə deyək, Qərb üçün, Birləşmiş Ştatlar üçün müəyyən risklər yaradır. Yəni yola nəzarət baxımından. Ona görə bunlara alternativ yol lazımdır, hansı ki Rusiyanın minimum nəzarət altında olsun və bu baxımdan hesab edirəm ki, Avropa İttifaqı
İttifaqının Ermənistandan keçən yola dəstək ifadə etməsi və ondan daha əvvəl ötən il Birləşmiş Ştatlar rəsmisi O'Brienin Ermənistana səfər etməsi və orada Zəngəzur dəhlizi ilə bağlı açıqlama verməsi Ermənistan cəmiyyətində çaxnaşma yaratdı. Yəni burada mahiyyət ondan ibarətdir ki, qeyd etdiyim kimi yeni reallıq logistik xətlərə də birbaşa təsir edir ki, lakin burada nə qədər belə deyək, geosiyasi dəyişikliklər təsir etsə də texniki baxımdan biz baxdıqda görürük ki, yerdə logistik olaraq Azərbaycan və Gürcüstan bugün bu yüklərin daşınmasına hazırdır, Ermənistan isə yox. Ermənistan əsas irəli sürdüyü layihələrə biz fikir veririk. Şimal-Cənub layihəsi İranın Qara dəniz üzərindən Avropaya çıxmasını təmin edən Qalf Qaradəniz belə deyək xətti, lakin bu xəttin icrası sual altındadır. O baxımdan ki, Ermənistan heç öz daxilində Şimal-Cənub belə yolunu, inşasını tamamlayıb başa çatdıra bilməmişdir. Azərbaycan və Gürcüstandan fərqli olaraq. Hörmətli, Sizin dediyiniz həmkarımdan bir şey soruşmaq istəyirəm. Bilirsiniz niyə bu bir dəqiqədən də az vaxtımız qaldı. qısa bir şey, son dövrlər çox geniş yayılmış bir yanaşmadır, amma mən hesab edirəm yanlış yanaşmadır. Gürcüstanın Rusiya yönümlü siyasəti nə zaman görüldü? Rusiya yönümlü siyasətdən söhbət getmir, amma siz dediniz ki, Rusiya yönümlü siyasət yeritməsi Avropanı Ermənistan üzərindən. Bilirsiniz nəyə demək istəyirəm? Avropanın nəyə görə Ermənistan demək yönümlü istəyirəm? siyasət yeridir. Gürcüstanın milli maraqlara xidmət edən siyasətini Avropa və Avropa maraqlarına xidmət edənlər Rusiya yönümlü siyasət kimi təqdim etməyə çalışdı. Onda belə çıxır ki, biz 10 illərdir elə Rusiya yönümlü siyasət yeridirik. Tamamilə əksinə bu yanaşmanı qəbul etmək olmaz. Gürcüstan hazırda əksinə tərəflərdən birinin mövqeyini deyil, milli maraqlarını düşünərək, region maraqlarını düşünərək o mövqe ortaya qoyur. Əminəm, siz də razılaşarsınız ki, Gürcüstan daxilində də Azərbaycanla əlaqələrini yaxşı qurmaq istəyənlər də var, Ermənistanla əlaqələrini qurmaq. Təbii ki, siyasi xətt baxımından sizin qeyd etdiyiniz məsələlər Cənubi Qafqazdakı hazırki situasiyanı, həmçinin sizin qeyd etdiyiniz argumentlər, Avropa ilə bağlı digər məsələlər ümumi mənzərəni özündə ehtiva edir. Amma istənilən halda bu rəngarəngliyin də özünə məxsus yeri var və təbii ki, Azərbaycan və Çinin əlaqələri fonunda iqtisadi inkişafın belə deyək, xəttləri artıq necə deyirlər, diversifikasiya olunmağa başlayır. Bu ki, Gürcüstan, nə bilim, bizim maraqlarımıza, bizim siyasətimizə, bizim dediklərimizi etməyənlər artıq Rusiyanın maraqlarına xidmət etmiş olan Gürcüstan cəmiyyətinin, xalqının və dövlətinin seçimidir. 10 il əvvəl başqa bir seçim etmişdi. Biz hörmət edirik. Bugün başqa seçim edir. Fərqli seçimlərlə qarşı-qarşıya qalırıq. İstənilən halda hər bir ölkə üçün özünün maraqları birinci növbədə olan maraqdır və Cənubi Qafqaz üçün isə ortaq olan maraq bundan ibarətdir ki, sülh olmalıdır. Sülhün yolu isə həm Çinin gətirdiyi yol olacaq, həm bizim ortaya qoyduğumuz konkret şərtlər yaxud da təkliflər, həmçində Ermənistanda adekvatlıq səviyyəsinin artması. Hər birinizə təşəkkür edirəm gəldiyinizə görə, maraqlı fikirlərinizi bizimlə tamaşaçılar bölüşdüyünüz üçün. Az vaxtımız var idi, amma yenə də gücümüz çatan qədər nəsə danışmağa çalışdıq. Təşəkkür edirəm, hörmətli tamaşaçılar, bizi izlədiyinizə görə biz ayrılmaq burada yekunlaşır. Sağ olun, salamat qalın.